Çoxları onu Xamenei təxəllüsünə görə Azərbaycanlı hesab edir. Ancaq onun öz rəsmi saytındakı tərcümeyi hal və şəcərəsi ilə tanış olduqda rəhbərin Azərbaycanlı olmadığı üzə çıxır. Yer gəlmişkən İran rəhbərinin kimlik vəsiqəsində soyadı Hüseyni Xamenei yox, Hüseyni Xamenei yazılıb. Rəhbərin rəsmi internet saytı xamenei.ir-dən, əmisi Məhəmmədin əlyazmalarından, İran dövlətinin başqa rəsmi saytlarından və İran rəhbərinin ofisindən alınan məlumatlardan aydın olur ki, ulu babaları 1050 il bundan öncə, yəni miladi tarixi ilə təqribən 971-ci il, Abbasilər dövründə İraqdan bugünkü Tehranın cənubunda farsların yaşadığı Aştiyan və Təfriş bölgəsinə mühacirət edib və 1837-ci ilə qədər 866 il orada yaşayıb və Hüseyni Təfrişi soyadını alırlar. Əli Xameneinin atası Cavadın babası Molla Məhəmməd Hüseyni Təfrişi şiəliyi təbliğ eləmək üçün Güney Azərbaycanda Mişov dağı ilə Urmu gölü arasında yerləşən Xamnə qəsəbəsinə gedib və 11 il orada yaşayıb. Orada Molla Məhəmmədin Hüseyn adında oğlu olub. Daha sonra o 19-cu əsrin ortalarında yaşamaq üçün ailəsi ilə birlikdə İraqın Nəcəf şəhərinə köçüb. Xamnədə anadan olmuş oğlu Hüseyn 1890-cı illərdə Nəcəfdə soyadını Hüseyni Təfrişidən Hüseyni Xameneiyə dəyişib. Yenicə Xamenei sözünü soyadına əlavə edən Molla Hüseyn Nəcəfdə evlənib və 1895-ci ildə Cavad adlı oğlu dünyaya gəlib. Molla Hüseyn ailəsi ilə birlikdə 1897-ci ildə Nəcəfdən Məşədə getmək üçün Təbrizə gəlib. Ancaq Qacar dövrünün son illərində İranın quru yolları təhlükəli olduğu üçün Molla Hüseyn Təbrizdən Bakıya, oradan gəmi ilə indiki Türkmənistana, oradan isə Məşədə keçməyi planlaşdırılmış. Ancaq bir neçə il Təbrizin Xiyaban məhəlləsindəki Qarabağlılar küçəsində qalmağa məcbur olan Molla Hüseyn Məşrutə inqilabından sonra 1918-ci ildə Məşədə köçüb. Qeyd edək ki, Qarabağlılar küçəsində yaşayanlar Türkmənçay müqaviləsindən sonra Qarabağdan zorla köçürülmüş Azərbaycanlılar idi. Əli Xameneinin atası Molla Cavad Məşədə köçməmişdən əvvəl 21 il, yəni 2 yaşından 23 yaşına qədər Təbrizdə böyüyüb və Azərbaycan türkcəsini ana dili kimi öyrənib. Molla Cavad bir neçə dəfə Nəcəfə getsə də ömrünü Məşəddə keçirib. Məşəddə ikinci xanımından 1939-cu ildə İranın bugünkü rəhbəri Əli Xamenei dünyaya gəlib. Anası İsfahanlı Fars Molla Haşim Mirdamadi Nəcəfbadinin qızı Xədicə olan Əli Xamenei Molla Cavadın 4-cü övladıdır. Molla Cavad Azərbaycan türkçəsini mükəmməl öyrəndiyi üçün Məşəddə Azərbaycanlılara aid olan Sədiqlər məscidinin mollası olub. Əli Xamenei Sədiqlər məscidində mollalıq eləmək üçün atasından biraz Azərbaycan türkçəsini öyrənib. Əli Hüseyni Xameneinin şəcərəsində bir saxtakarlığa da rast gəlirik. Şəcərədə iddia olunur ki, onun nəsli şiələrin 4-cü imamı Zeynalabdinin kənizindən olan oğlu Əli Əsqərə çatır. Ancaq Zeynalabdinin Əli Əsqər adında oğlu olmayıb, Hüseyn Əsqər adında oğlu olub. Bununla bağlı ayrıca araşdırmamız olacaq. Araşdırmalarımız və mötəbər mənbələr sübut edir ki, Xamenedə bir həftə belə yaşamayan Molla Cavad və oğlu Əli Hüseyni Xamenei etnik kökəncə farsdır ya da 1050 il ərzində farslaşmış ərəbdir.